Universiteti qutarandan sonra və ya universitetdə oxuyan zaman başqa universitetlərdən də bu ixtisası bitirən tələbələrlə əlaqələriniz oldumu? Oldusa, sizin oxuduğunuz ixtisasla onların arasında fərqlilik var idi? Bu təcrübələrinizi dinləmək istəyərdim. Meliorasiya və Su Təsərrüfatı Azərbaycan Memarlıq və İnşaat Universitetindən başqa Azərbaycan Dövlət Aqrar Universitetində, bir də təzəlikcə Bakı Dövlət Universitetində tədris olunur. Təəssüf ki, mən o universitetlərdə bu ixtisası bitirən insanlarla rastlaşmamışam. Çünki günümüzdə meliorasiya haqqında insanların fikri çox azdır, təsəvvürü çox azdır. Ona görə mən istərdim ki, biraz meliorasiya haqqında məlumat verim. Meliorasiya və Su Təsərrüfatı suyun torpaq və kənd təsərrüfatı üçün düzgün idarə olunmasını öyrənən bir sahədir. Bura torpağı yaxşılaşdırılması, suvarma sistemlərinin layihələndirilməsi, həmçinin idarə olunması, Çoran torpaqların vəkili olması. Mən də bənzər ixtisas oxumuşam. Yer quruluşu və şəhər kadastrı oxumuşam Bakı Dövlət Universitetində. Orada da bizim dərslərimizin arasında bu tip bununla əlaqəli fənlər var idi. Bəli, meliorasiya fənni var idi və s. Bəli, şoran torpaqların münbitləşdirilməsi bu sahələri əhatə eləyir. Bir növ su və torpağın qarşılıqlı kimya tərəfdən yox, ekoloji tərəfdən yox, daha çox təsərrüfat tərəfdən əlaqəsini təkmilləşdirir. Yəni əslində biz torpağı münbit, suyu səmərəli etməyə çalışırıq. Su və torpaq problemlərini elmi cəhətdən araşdıran bir mühəndislik sahəsidir. Amma mühəndislik sahəsidir. Yəni məsələn, torpaqşünaslıq o daha çox laboratorioloji bir sahədir. Onlar daha çox analizlə məşğul olurlar. Amma meliorasiya daha çox analizlər gedir. Bəli, amma meliorasiya daha çox mühəndisliklə əlaqəli bir Çünki problemlərin həllinə yönümlənən bir sahədir, bəli. Bunları mən də aydınlaşdırmağa çalışıram ki, bu ixtisası yazan adamlar, yəni bir növ meliorasiyanı yazanda nəyə yazdıqlarını, hansı sayını oxuyacaqlarını, nə iş görəcəklərini daha aydın başa düşsünlər. Bəli, təbii ki, həm də bura su ehtiyatlarının düzgün idarə olunması və su ehtiyatlarının qorunması da aiddir. Ümumiyyətlə, ekologiyanı, təbiətini, dünyanı sevən hər bir kəs bu ixtisası seçə bilər deyə düşünürəm.